Bir tərəfdə ölkənin ən qədim, zəngin, nüfuzlu universiteti Harvard, digər tərəfdə isə Trump administrasiyası. Ağ Ev rəhbəri Donald Trump bu dəfə ölkənin ali təhsil sistemini dəyişdirmək qərarına gəlib. Trump administrasiyası universitetlərə axan federal maliyyə dəstəyini dayandıraraq onların üzərində təsir gücünü artırmağa çalışır. Prezident Trump və tərəfdarları bəzi universitetlərin antisemitizm və ideoloji təsir mərkəzlərinə çevrildiyini iddia edirlər. Administrasiya bunu 2023-cü ilin oktyabrında İsraildə baş verən hadisələrdən sonra universitetlərin antisemitizmə qarşı lazımi tədbirlər görməməsi ilə əsaslandırır. Təhsil müəssisələrinin fəallığını məhdudlaşdırmağa yönəlmiş geniş miqyaslı dəyişiklik tələblərinə açıq şəkildə qarşı çıxan ilk təhsil müəssisəsi isə Harvard Universiteti olub. Federal hökumət Harvard Universitetinə verilən 2,3 milyard dollarlıq qrant və müqavilələri dondurduğunu açıqlayıb. Bu hökumətin səlahiyyətlərini və ABŞ universitetlərinin müstəqilliyini sınağa çəkə biləcək bir mübarizənin başlanğıcıdır. Hökumət konkret hansısa qrant və müqavilələrin dondurulduğunu açıqlamayıb. Hadisələrin necə inkişaf edəcəyi hələ məlum deyil. Lakin ehtimal olunur ki, Harvard məhkəməyə müraciət edərsə, bu məsələ hüquqi mübahisəyə çevrilə bilər. Harvard Universitetini vergi azadlığı statusundan məhrum etməklə hədələyən Birləşmiş Ştatlar prezidenti Donald Trump universitetin üzr istəməli olduğunu bildirib. Onlar federal qanuna riayət etməlidirlər. Trump həmçinin Harvardın üzr istəməsini istəyir. Harvard qorxulu antisemitizmə görə Yahudi və Amerikalı tələbələrdən üzr istəməlidir. Universitet antisemitizm davranışlarına görə heç bir tələbəyə cəza tətbiq etməyib. Amerika Universitet Professorları Assosiasiyasından bildirilib ki, administrasiya qanunsuz şəkildə akademik azadlığı məhdudlaşdırmağa çalışır. Təhsil ekspertləri də Trump administrasiyasının bu addımını pisləyib. İnanmıram ki, Trumpın ali təhsil sistemini məhv etmək üçün xüsusi bir plan olsun. O sadəcə insanları tənqidi təfəkkürdən uzaqlaşdırmaq istəyir. Trump universitetləri təhdid yaradan yerlər kimi görür. Yəni, bu məsələ yalnız Fələstinə dəstək çıxışları ilə bağlı deyil. Trump administrasiyası oyanış ideologiyasına qarşı hücum edir. Tədris proqramlarına, kitablara və fərqliliyi öyrətmək üçün istifadə olunan digər metodlara da hücumlar var. Mən düşünürəm ki, qısa müddətdə əsas mübarizə məhkəmələrdə olacaq. Çünki Konqres hələ də prezidentin siyasətinə qarşı çıxmayıb. Əgər biz Konqresin hərəkət etməsini gözləsək, bu çox uzun çəkə bilər. Harvarddan fərqli olaraq Kolumbiya Universiteti Trump administrasiyasının tələblərini yerinə yetirəcəyini açıqlayıb. Bildirilib ki, universitet sərt vergiyə qarşı olsa da antisemitizmlə bağlı tədbirlər görüləcək. Qeyd edək ki, Trump administrasiyası 2023-cü ildə İsraildə Həmasın hücumundan sonra ölkə üzrə universitetləri Fələstinə dəstək aksiyalarına görə tənqid edib. Trump bu etirazları antisemitik adlandırıb, universitetləri marksizm və radikal sol ideologiyasını yaymaqda ittiham edib.